Give the question to the underlined word. Altına xətt çəkilmiş sözə sual verin. Kate teaches student practical math tips on Sunday. On Sunday, yəni bazar günü bizə zamanı tələb edən bir sual sözü ilə əvəzlənməlidir. Və burada qeyd edirik ki, Kate bazar günü praktiki cəhətdən riyazi məsləhət üçün tələbələri öyrədir. Nə zaman öyrədir və nə zaman sualını when və ya what time vasitəsilə verdiyimiz üçün where olan A və Y variantı artıq yanlışdır. Çünki where məkanı, harada sualını təyin edir. Daha sonra biz B variantına baxsaq, when does Kate teach students practical math tips? B variantı doğru cavabdır. Çünki indiki sadə zamana əsasən köməkçi feilin does olması, feildən IS-in düşməsi və söz sırasına görə B variantı doğrudur. C variantındakı səhvliyimiz cümlənin sonunda on Sunday ifadəsinin təkrarən yazılmasıdır. Sual cümləsində altından xətt çəkilən ifadə təkrarən yazıla bilməz. Çünki onu biz when ilə əvəzləmişik artıq. Ona görə C variantı səhv götürülür. Və D variantındakı səhvliyimiz Kate üçüncü şəxsin təki olduğu üçün köməkçi feilin does kimi verilməsi idi. Ancaq burada do yazıldığı üçün D variantını səhv götürürük. Doğru cavabımız B variantında qeyd olunmuşdur.